Salam əziz izləyicilər. Bu dəfə informasiya təhlükəsizliyi bölməsindən mobil cihaz təhlükəsizliyi mövzusunu öyrənəcəyik. Mobil cihaz təhlükəsizliyi nədir? Mobil telefon və planşetlərdə saxlanılan şəxsi və ya iş məlumatlarının icazəsiz girişdən qorunması üçün görülən tədbirlər sisteminə mobil cihaz təhlükəsizliyi deyilir. Bu tədbirlər həm məlumat itkisinin qarşısını alır, həm də cihazın kiber təhlükələrə qarşı dayanıqlılığını artırır. Əsas təhlükələr: zərərli mobil tətbiqlər. Rəsmi olmayan mənbələrdən yüklənən tətbiqlər məlumat oğurluğu və casusluq funksiyaları daşıya bilər. Bu cür tətbiqlər çox zaman istifadəçinin xəbəri olmadan kamera, mikrofon və kontaktlara çıxış əldə edir. Phishing linkləri. İstifadəçini aldadaraq giriş məlumatlarını, parolları ələ keçirmək üçün hazırlanmış saxta keçidlərdir. Phishing hücumları çox vaxt rəsmi qurum və tanınmış şirkət adı ilə göndərilən saxta elektron məktublarla həyata keçirilir. İtirilmiş və ya uğurlanmış cihaz. Cihazın əldə edilməsi ilə şəxsi məlumatlara və iş resurslarına fiziki giriş imkanı yarana bilər. Əgər cihazda ekran kilidi və şifrələmə aktiv deyilsə, məlumatların ələ keçirilməsi daha asan olur. İctimai Wi-Fi şəbəkələri. Şifrələnməmiş şəbəkələrdə məlumat trafiki asanlıqla ələ keçirilə bilər. Hücumçular belə şəbəkələrdə man in the middle hücumu edərək göndərilən məlumatları manipulyasiya edə bilirlər. Root, jailbreak edilmiş cihazlar. Cihazın sistem müdafiə mexanizmləri zəiflədiyi üçün zərərli proqramlara geniş səlahiyyət verir. Bu vəziyyətdə tətbiqlər sistem fayllarına müdaxilə edə və təhlükəsizlik nəzarətlərini tamamilə yan keçə bilərlər. Tövsiyə olunan təhlükəsizlik tədbirləri. Güclü ekran kilidi, PIN, parol, biometrik, barmaq izi, üz tanıma. Güclü kilid cihaz etdikdə məlumatlara icazəsiz girişin qarşısını alır. Tətbiqləri yalnız rəsmi mağazalardan yükləmək. Play Store, App Store kimi. Rəsmi mağazalar tətbiqləri təhlükəsizliyi baxımından əvvəlcədən yoxlayırlar. Tətbiqlərin icazələrini yoxlamaq. Tətbiqlərə verilən lüzumsuz icazələr məxfilik riskləri yarada bilər. Mobil antivirusdan istifadə. Antivirusla zərərli proqramları aşkar edib bloklayır. Find My Device, Find My iPhone aktiv etmək. Cihaz etdikdə yerini tapmağa və lazım gələrsə məlumatları uzaqdan silməyə imkan verir. Cihazda şifrələməni aktiv etmək. Şifrələmə məlumatları kodlaşdırır və üçüncü şəxslər üçün oxunmaz edir. Sistem yeniləmələrini vaxtında quraşdırmaq. Yeniləmələrdə təhlükəsizlik boşluqlarının bağlanması üçün vacib düzəlişlər olur. İctimai Wi-Fi-da VPN-dən istifadə etmək. VPN trafik məlumatlarını şifrələyərək kənar şəxslərin onu oxumasının qarşısını alır. Yadda saxlayın. Root, jailbreak. Cihazın istehsalçı tərəfindən qoyulmuş sistem məhdudiyyətlərini aradan qaldırmaqdır və təhlükəsizliyi ciddi şəkildə zəiflədir. Bu əməliyyat nəticəsində zərərli tətbiqlər sistem fayllarına daha geniş giriş əldə edə bilirlər. 2 faktorlu autentifikasiya, 2FA. Hesaba giriş zamanı paroldan əlavə ikinci təsdiq tələb edən güclü qorunma mexanizmidir. Bu üsul parol oğurlansa belə hesabın ələ keçirilməsinin qarşısını alır. Remote wipe. Cihaz oğurlandıqda və ya itirildikdə məlumatları uzaqdan silməyə imkan verən təhlükəsizlik funksiyasıdır. Bu funksiya məxfi məlumatların üçüncü şəxslərin əlinə keçməsinin qarşısını alır. Sandboxing. Mobil tətbiqlərin bir-birinə və sistemə təsir imkanlarının sərt şəkildə məhdudlaşdıran mühafizə mexanizmidir. Bu izolyasiya sayəsində bir tətbiqdəki zərərli kod digərinə keçə bilmir. İndi isə mövzu ilə bağlı 3 test nümunəsinə baxaq. Yekun. Mobil cihaz təhlükəsizliyi üzrə nəzərdən keçirilən anlayışlar göstərir ki, müasir informasiya mühitində fərdi və xidməti məlumatların qorunması xüsusi əhəmiyyət kəsb edir. Cihazların düzgün konfiqurasiyası, təhlükə mənbələrinin müəyyən edilməsi və preventiv tədbirlərin vaxtında tətbiqi məlumat sızmalarının, kiber təhdidlərin və icazəsiz giriş hallarının qarşısını almaqda əsas rol oynayır. Bununla da dərsimizin sonuna çatdıq. Əgər video faydalı oldusa bəyənin, paylaşın və kanala abunə olmağı unutmayın. Sağ olun və internetdə təhlükəsiz qalın.